Xocalı rayonunun Ballıca kəndinə köçən ailələrə mənzillərinin açarları təqdim olunub. Bugün həmçinin Ağdamın Sarıcalı kəndinə də köç baş tutub. Sakinlərin qayıdış sevincini elə öz dillərindən eşitdik. Bugün daha bir qrup keçmiş məcburi köçkün əzəli torpaqlarına geri dönüb. Növbəti ünvan isə Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndləri olub. Yenidən qurulan Sarıcalıya bu mərhələdə 39 ailə, daha dəqiq desək 169 nəfər. Ballıcaya isə 15 ailə, yəni 68 sakin köçürülüb. Xocalı sakini Məhbubə Məmişova deyir ki, qalan ömrünü yenə torpağında qrup yaratmağa həsr edəcək. O həmçinin doğma ocaqlarında nəvə nəticələrinin xeyir işlərini görmək istəyir. Demək, 25 yaşında oradan çıxdığımda, 92-də övladla çıxmışdım. İndi nəvə ilə gedirəm orada, quraq, yaradaq. Bir həftədir mən yuxu yatmıram, oranın həsrəti ilə yaşayıram, gedim görüm, biraz rahat olum. Yoldaşımla, ballarım rayondadır, gələcək Allah qoysa. Qayıdış həyəcanını yaşayan keçmiş məcburi köçkünlər kəndlərində artıq gözəl günlər yaşayacaqlarına əmindilər. Xocalı sakini Zəfər Məmmədov biznes sahəsində, Ağdam sakini Əliyar Məmmədov isə kənd təsərrüfatı və digər sahələrdə işləməyə hazır olduqlarını dilə gətirirlər. Sevincimiz böyükdür. Ağdamdan çıxanda biz uşaq idik. Yəni 15 yaşım var idi. Şükür bugünkünə 33 ildən sonra gənə öz yerimizə qayıdırıq. 8 uşaq olmuşuq, atamız, anamız. Ata rəhmətə gedib, Allah öləndən rəhmətə. Anamız yaxşıdır, bugün şükür Allah, salamatdır. Hər bir işdən məşğul olmağa hazırıq. Fərqi yoxdur, təsərrüfat olsun, ticarət olsun. O vaxt kəndimizi tərk edəndə 20 yaşımız vardı. Bugün artıq 33 il ondan ötüb, keçib. Allah'ın bugünə çox şükürlər olsun. Mən özüm ali təhsilliyəm, övladlarım da ikisi ali təhsillidir. Mən özüm biznes sahəsindəyəm. İnşallah orada geniş işlər açılır, böyüyür. Yəqin ki, öz əsasımızı işləyəcək. Ballıca sakinləri illər sonra doğma evlərinə qayıdış sevincini yaşayır. Onlar Ballıcada yaradılan şəraitdən ağız dolusu danışır. Vətənə qayıtmaq özü çox gözəldir. Heç inanmazdıq ki, belə bir iş olar. Güzel şudur ki, evlərimiz təmir eləyib verirlər, şükür. Elə vətənin havasını, suyunu içmək nəyə desən dəyər. 16 yaşım vardı, 17 yaşıma keçmişdim. İndi 51 yaşındayam, 34 ildən sonra 3 övladım var, 4 nəvəm var. 92-ci ildə biz məcburi köçkün düşmüşük. Artıq 33 il keçir həmən gündən. Yerimizdə obamızda qayıdırıq. Mən sevinlə 20 yaşında çıxmışam, nəvələrlə qayıdırıq. Xocalı rayonunun Ballıca kəndinə növbəti köç reallaşdı. Ballıca kənd sakinləri 33 ildən sonra ilk dəfə vətən torpağına ayaq basırlar və onların üzündəki sevinci, həyəcanı da görürük. Elə yaxınlaşaq. Adınız, soyadınız? Quliyev Vaqif, Nürəmədoğlu. Vaqif, necə duyğudur vətənə? Yaxşı, çox. Allah şəhidlərin rəhmət eləsin, qadına can sağlığı versin. Onların sayəsində biz bu gün buraya ayaq basmışıq. Qurban olub torpağa. Bunu hər bir qarcı bizim üçün əzizdir. Səhər saatlarından Bakıdan və Ağdamdan yola salınan köç kərvanı artıq mənzil başına çatıb. Ailələrə mənzillərin açarları təqdim olunub. Bugünkü köç prosesi də daxil olmaqla ümumilikdə Ağdam rayonunun Sarıcalı kəndinə cəmi 149 ailə, yəni 609 nəfər. Xocalı rayonunun Ballıca kəndinə isə cəmi 172 ailə, 811 sakin köçürülüb.